danışacağım. İnsan o Harry Potter'in filmindəki kimi necə ki ətrafında nə qədər güclü maqsansa, ətrafında o qədər daha çox əşyaları qaldırırsan yuxarı. İnsan yaşad olduqca məsuliyyəti artır. Məsuliyyətdən də əlavə əşyaları artır. Nə bilim, maşını var, evi var, ailəsi var filan, da sadalamıram. Və bunların hamısına görə məsuliyyət daşıyır. Özün mag kimi hesab eləyir. Hətta anbarda bir dəyə köhnə velosiped təkəri var. Ona da beynində yer ayırıb. O da bunun beynindən resurs aparır. Və mən daha şəxslərin avtobiografiyasını oxuyan insanam. Daha şəxsiyyətlərdən çoxsu az əşya saxlayıblar. Baxın, məndə indi burada xaosa bax, nə deyirsən bax burada. Daha şəxsiyyətlər çox az əşya, minimalization, minimal sayda əşya saxlayıblar ətraflarında ki, resursu başqa yerə yönəltmək üçün. Məsələn, Stalin diktator da olsa, nə də olsa, həmişə onun otağın misal çəkirlər ki, bir dənə kravat, bir dənə masa. Bu tək sadəlik əlaməti Sovet sisteminin demonstrationu deyildi ki, yəni görsən o necə İranın əvvəlki prezidenti kimi sadə yaşayır, bir dənə kravatı var, bir dənə də stolu. O həm də mütaliə eləməyi sevən adam idi Stalin. Bilirdi ki, daha çox resurs, əşya daha çox resurs aparır və George Clooney'in də belə bir filmi var ki, Vineba, kaş ki mən göylərdə olaydım. Orada da o, bu mövzuya adətən sakit axanlı filmlərdə daha çox dərin məntiq və məzmun olur. Çəm ki o dış bir-birini vurdu, öldürdü. Orada da o bizim yorulmağımızdan, belimizin sınmağından danışır ki, yəni sən yığmısan kürəyi və hətta qonşunun itinin xəstəliyi barəsində də əziyyət çəkirsən. Laqeydliyi ilə qarışdırmayın ha. Yəni sən gençləs prioritet verməyə məcbursan da. Ya qonşunun itin fikirləşməlisən ki, yazıq xəstəlikdən ölür orada, ya da özünün normal qaydada qalmağı ki, normal öz funksiyaları yerinə yetirməyi. Əlbəttə ki, bir adam qonşunun itindən tutmuş küçənin o başında yaşayan qarışqıya kimi düşünsə, yorulacaq, bezəcək. Yəni, prioritet verməlisən ki, sənin sağ qalmağına, yaşamağına səbəb olan, sənə lazım olanlar nələrdir? Bu qədər.